Bax, and olu o Rəbbimə, mənə zənglər gəlir biblərdən. Bax, 6 aydır da mən bunu çəkirəm. Bir dəfə bibilərimdən mənə zəng gəlməyib. Nə qədər düşmənçilik olsa da insanın vicdanı var da, içindən vicdan var. Bir dənə yığıb soruşmadılar ki, atamla, anamla bu qız necədir, necə oldu? Avtoqəza nəticəsində bir nəfərin ölümü ilə bağlı aylardır məhkəmə prosesi davam edən tiktoker Arzum İlduzə Hacıyeva canlı yayım zamanı şəxsi həyatı ilə bağlı danışıb. Bildirib ki, doğma bibiləri ilə aralarında küsüllük olsa da yaşadığı bu ağır hadisə ilə bağlı nə ona, nə də atasına zəng edib hal-əhval tutmayıblar. Heç bir təsəlli verməyiblər. TikToker qeyd edib ki, əksinə onu tanımayan insanlar, bibilər, xalalar ona zəng edərək narahat olduqlarını, dualar etdiklərini bildiriblər. Arzuma ən çox kövrəldən məqamın da məhz yad insanların göstərdiyi bu diqqət və dəstək olduğunu vurğulayıb. Qeyd edək ki, Arzum İlduzə Hacıyevanın məhkəmə prosesi davam edir. Növbəti və önəmli məhkəmə icrası iyunun 25-də baş tutacaq. İnquşetiyada iyunun 15-də Sunja çayının axınının apardığı 8 yaşlı Xizir Bərbçiyevin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi məlumat yayıb. Uşağın meyiti saat 16:50-də aşkar edilib. Nəticədə böhran vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Əhməd Yevloyev axtarış xilas etmə işlərinin yekunlaşdığını rəsmən elan edib deyə məlumatda deyilir. Qeyd edək ki, Xizir Bərbçiyev dostu Adəmi xilas etmək üçün Sunja çayına atılıb. Yaxınlıqda olan başqa bir oğlan kömək istəməyə qaçıb. Adəm xilas edilsə də Xiziri güclü axın aparıb. İnquşetiya və Çeçenistanda aparılan axtarış əməliyyatlarında xilasedicilər, könüllülər, Fövqəladə Hallar Xidmətinin əməkdaşları və Qafqaz regionundan yerli sakinlər də daxil olmaqla 6000-dən çox insan səfərbər edilib. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə dünən Xizirin ad günü idi. Yaşasaydı 8 yaşını qeyd edəcəkdi.